Abşeron rayonunun Xırdalan şəhərində gənc istedadın yaradıcılıq uğruna həsr olunmuş möhtəşəm tədbir keçirilib. Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tuncay Əyyubovun müəllifi olduğu Sehirli İllər adlı kitabın təqdimat mərasimi ədəbi mühit nümayəndələrinin, müəllimlərin, şagirdlərin və mədəniyyət xadimlərinin iştirakı ilə baş tutub. Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsi və Xırdalan şəhər Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimat mərasiminin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, tanınmış yazıçı publisist Şəhla Ağbulud olub. Qeyd edək ki, Sehirli İllər Tuncay Əyyubovun ilk kitabıdır. Kitabda uşaqlar üçün nəzərdə tutulmuş şeirlər və hekayələr toplanıb. Səmimi dili, zəngin təxəyyülü, uşaqların dünyasını dərindən hiss etməsi ilə seçilən əsərlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. İlk addım, ilk kitab, ilk evlad kimidir. Tuncaya bu ilk addımda, bu yaradıcılıq işlərində uğurlar diləyirəm. Həmişə irəli gedib, sayılıb, seçilən insanlardan olsun. Tədbirdə çıxış edənlər bildiriblər ki, gənc yaşına baxmayaraq, Tuncay Əyyubovun qələmə aldığı əsərlər onun böyük yaradıcılıq potensialına malik olduğunu göstərir. Mərasim çərçivəsində kitaba çəkilmiş rəsm və illüstrasiyalardan ibarət sərgidə təşkil olunub. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb və kitabın bədii estetik dəyərini daha da artırıb. Tədbirin bədii hissəsində Xırdalan şəhər musiqi məktəbinin şagirdləri və məktəblilərin ifasında müxtəlif musiqi nömrələri və rəqslər təqdim edilib. Eyni zamanda Tuncay Əyyubovun kitabında yer alan şeirlər səsləndirilib. Gənc müəllifə həsr olunmuş poetik nümunələr oxunub. Çıxış edən müəllimlər, şairlər, yazıçılar və mədəniyyət işçiləri Tuncayın yaradıcılığı haqqında yüksək fikirlər səsləndiriblər. Bildirilib ki, onun yazılarında saf uşaq düşüncəsi ilə yanaşıb, həyat hadisələrinə həssas yanaşma, zəngin müşahidə qabiliyyəti və güclü təxəyyül öz əksini tapır. Kitabın müəssisəyə gəlməsində mənim yaradıcılığıma dəyər verərək kitabımı ön söz yazın Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıcı, dramaturq İlqar Fəhmi başda olmaqla bütün əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bir neçə gündən sonra orta məktəbi bitirirəm. Bu 11 il ərzində mənə bilik saat verən Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin bütün kollektivindən təşəkkür edirəm və sonda məzunlara uğurlar diləyirəm. Şəmstan Fikrətli, Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün informasiya proqramı üçün.